Paşa Kapital İnvestisiya Şirkəti 2024-cü il üzrə maliyyə nəticələrinə dair mətbuat konfransı keçirib. Kapital bazarlarındakı lider mövqeyini ildən ilə gücləndirən Paşa Kapital İnvestisiya Şirkətinin 2024-cü il üzrə maliyyə yekunları və gələcək inkişaf istiqamətləri ilə bağlı mətbuat konfransı baş tutub. Paşa Holdingin 100%lik səhmdarlığı ilə fəaliyyət göstərən və 13 ildən artıqdır ki, yerli kapital bazarlarının fəal iştirakçısı olan Paşa Kapital İnvestisiya Şirkəti 2024-cü ildə yerli bazarda dövriyyə həcmini əvvəlki illə müqayisədə 35% artıraraq 27 milyard manatadək çatdırmış, mövqeyini daha da möhkəmləndirmişdi. Biz şirkət olaraq daimi şəffaflığını qorumağa çalışırıq və investorlar üçün və bizim müştərilərimiz üçün rahat bir formada xidmətlərimizi də göstərməyə həmişə hazırıq və göstəririk. İnvestorlar üçün geniş imkanlar təqdim edən Paşa Kapitalın xidmətlərindən faydalanmaq üçün 1548 çağrı mərkəzi ilə əlaqə saxlaya və ya paşakapital.az saytına daxil ola bilərsiniz.